gənc diabetlilər üçün təhlükə. European Heart Journal-da dərc olunan geniş miqyaslı Danimarka tədqiqatı diabetli şəxslərdə qəfil ürək ölümü tezliyi araşdırılıb. Nəticələr göstərib ki, diabeti olan şəxslər bu riski daşıyan ən həssas qruplardan biridir. Tədqiqat təsdiqləyib ki, həm birinci, həm də ikinci tip diabeti olan şəxslərdə qəfil ürək ölümü riski əhəmiyyətli dərəcədə yüksəkdir. Danimarkada 2010-cu il üzrə aparılan ümumilli müşahidədə 5,5 milyon nəfərdən toplanmış məlumatlar göstərib ki, diabetli insanlarda qəfil ürək ölümü hallarının sayı daha çoxdur. Birinci tip diabetdə 394, ikinci tip diabetdə isə 681 hal. Ən narahat edici məqam isə gənc yaşda olan diabetli şəxslərdə riskin xüsusilə yüksək olmasıdır. 30-40 yaş aralığında birinci tip diabetli insanlarda qəfil ürək ölümü riski eyni yaş qrupundan olan sağlam şəxslərlə müqayisədə 22 dəfə çoxdur. Araşdırma həmçinin göstərib ki, diabet ürək damar xəstəlikləri, aritmiya, ürək çatışmazlığı və böyrək problemləri ilə də sıx bağlıdır və bu hallar qəfil ölüm ehtimalını artırır.